Murad bəy, zəhmət olmasa buyurun, hər vaxtınız xeyir olsun. Bu xoş gündə studiyamıza gəldiyiniz üçün sizə minnətdarlığımızı Təşəkkür bildirim. edirəm sizə dəvətinizə görə. Murad bəy, möhtəşəm görüntülər izləyirik. Elə bir neçə dəqiqə sonra yenidən həmin o kadrları ekrana gətirəcəyik və 2 gün sonra isə 8 noyabrda Zəfər paradı keçiriləcək. Zəfər paradı öncəki paradlardan biraz fərqlənəcək. Bu dəfə biz Pakistanın baş nazirində görəcəyik. Türkiyənin prezidentini birinci dəfə görmüşdük 2020-ci il dekabrda. Ancaq bu dəfə Pakistan, Azərbaycan, Türkiyə hərbçiləri birlikdə bu paradda iştirak edəcəklər. Bu nə deməkdir? Hansı mahiyyəti daşıyır? Bugün Azərbaycanın 5 il ərzində qət elədiyi yol əslində hansı mənzərəni ortaya qoyur? Çınarə xanım, bilirsiniz, bu müharibə bitəndən sonra mən dəfələrlə televiziyada çıxış edərkən bu sualları mənə verirdilər, bu qələbənin əhəmiyyətini. Mən düşünürəm ki, bu qələbənin əhəmiyyətini bugünkü nəsillər, bugünkü dövrdə biz hələ də dərk eləyə bilmərik. Bunun əhəmiyyəti nə qədər böyükdür. Vaxt getdikcə tarix özü göstərəcək. Bax, 5 il keçib. Amma 5 il ərzində bu günləri baş vermiş hadisələri biz 5 il əvvəl heç düşünmürdük. Bu günləri Amerika Birləşmiş Ştatlarının prezidenti, dünyaya hökmranlıq eləyən bir dövlətin rəhbəri, nüfuzu çox böyük olan bir şəxs dəfələrlə Qarabağ müharibəsinin qələbəsindən danışır. Qarabağ müharibəsinin qələbəsində nəticəsi olaraq bizim Türk dövlətlərinin birləşməsi üçün açılan yolların perspektivlərindən, o Trump marşrutundan danışır. Bilirsiniz, bu təkcə Qarabağda bizim tarixi torpaqlarımızın azad olması deyil. Bu ümumi Türk dövlətləri birliyinin inkişafı üçün çox ciddi bir təkandır. Ona görə ki, 100 il bundan əvvəl bizim Naxçıvanla ərazimizi ayıran bir qərar verilmişdi. O torpaqlar, bizim tarixi Zəngəzur torpaqlarımız bizdən alınmışdı. Onun məqsədi Türkiyəni, Türk dövlətlərindən Azərbaycandan, Mərkəzi Asiyada olan Türk dövlətlərindən ayırmaq idi. Bu günlər isə bu proses təzədən bərpa olunur, birləşmələr gedir. Ona görə biz bu qələbə ilə danışarkən mən hesab edirəm ki, bunun nəticələri barəsində bir veriliş də kifayət eləməz ki, biz bunların hamısını tamaşaçılarımıza izah edək. Murad bəy, biz danışarkən yürüyüşdən də canlı görüntüləri də tamaşaçılarımızla bölüşürük. Tamaşaçılarımızın diqqətinə çatdırmaq istədim. Və bugün Vaşinqtonda əldə olunan sülh bəyannaməsindən sonra, sülh müqaviləsinin paraflanmasından sonra vəziyyət dəyişib, hətta çox dəyişib. Bu vaxta qədər düzdür, yürüyüş də eləyirdik, parad da keçirirdik, amma sülhlə bağlı müəyyən problemlər mövcud idi. Üstəlik də əskərlər də həyatını itirirdi, zaman-zaman Ermənistan təxribatları da var idi. 5 illiklə bağlı bu dəfəki yürüyüşün də paradın da digər bir istiqaməti elə bundan ibarətdir ki, bu dəfə sülh paraflanıb, sülh bəyannaməsi qəbul olunub. Bu mərhələdən sonra yenidən gərginlik baş qaldırma ehtimalları qalıbmı, yoxsa bütünlükdə aradan qaldırılıb deyə bilərik? Paşinyanın da ritorikasına nəzər yetirsək. Biz heç vaxt arxayın olmamalıyıq. Ona görə ki, Cənubi Qafqazda olan bu konfliktin arxasında təkcə Ermənistanın maraqları dayanmırdı. Bunun arxasında böyük dövlətlərin maraqları var idi və onlar hər zaman çalışacaqlar ki, burada vəziyyəti yenə də öz maraqlarına uyğun olaraq qızışdırsınlar və bu konflikti və ola bilsin başqa bir konfliktlərin yaradılması üçün əllərindən gələni eləyəcəklər. Məhz bunun üçün Azərbaycan bax bu cür möhtəşəm paradları keçirdir və o qüvvələr ki var regiondan kənarda, belə bir düşüncələri var, qoy 2 gündən sonra bizim möhtəşəm paradımıza baxsınlar, tamaşa eləsinlər və görsünlər ki, orada iştirak eləyənlər kimlərdir? Orada Türkiyənin prezidenti, Pakistanın baş naziri və Azərbaycanın prezidenti. Bu 3 dövlət bir yerdə onların hərbi potensialını nəzərə alsaq, mən hesab edirəm ki, dünyada belə bir qüvvə hərbi cəhətdən, iqtisadi cəhətdən yoxdur ki, Cənubi Qafqazda hansısa bir öz maraqlarına uyğun olaraq sülhün əleyhinə, bizim müəyyən elədiyimiz siyasətin əleyhinə bir fəaliyyət göstərə bilsinlər. Ona görə mən düşünürəm ki, bugünkü günü hesab edirəm ki,
ciddi belə bir narahatçılıq yoxdur. Amma yenə də deyirəm ki, biz heç vaxt, heç zaman arxayın olmamalıyıq. Murad bəy, Azərbaycan prezidenti də hər zaman deyib ki, düzdür, sülh var, amma arxayın olmaq olmaz. Çünki zaman-zaman biz elə bir ölkə ilə üz-üzə qalmışıq ki, işğalçılıq siyasəti yürüdüb. Düzdür, bugün Paşinyanın ritorikasına diqqət yetirəndə o, hətta Azərbaycan prezidentinin bir sıra məsələlərdə həqiqəti dediyini deyir. Deyir ki, real Ermənistan məsələsi bugün bizim üçün əsas istiqamət olmalıdır və əgər Ermənistan xalqı sülh istəyirsə, sülhə səs vermək istəyirsə və öz övladlarının müharibədə həyatını itirməyini istəmirsə, o zaman mənə səs versinlər deyir, mən də sülhü gətirəcəm regiona. Paşinyan ritorikasında biz bunu sezə bilirik və son vaxtlarda da bunun üzərindən daha çox təbliğatını aparmağa çalışır. O zaman Paşinyan hakimiyyətə gəlsə yenidən bu təxribatların və yaxud da bu problemlərin olma ehtimalı minimuma enir, yoxsa bu seçki öncəsi bir ritorikadır daha çox? Yox, düşünmürəm. Ona görə ki, bilirsiniz, Paşinyanın bu ritorikası reallıqdan irəli gəlir. İstəsələr də belə, istəməsələr də belə Ermənistandakı olan bütün qüvvələr, başda Paşinyan olaraq, əvvəlki o aqressiv siyasəti apara bilməzlər. Və onlar da başa düşürlər ki, yenə də toxunuram, bu üçlüyün qarşısında Azərbaycan, Pakistan, Türkiyənin gücünün qarşısında, onların arxasında istəyir Fransa dursun, istəyir başqaları dursun, heç bir nəticə verməyəcək və bu Ermənistanı özü də səsləndirdiyi kimi dövlətçiliyinin sükutu ilə baş verə bilər. Bu baxımdan mən hesab edirəm ki, Paşinyan bu siyasəti, bu ritorikanı davam eləyəcək. Ona görə ki, Azərbaycan silahlı qüvvələrinin fəaliyyəti nəticəsində yaradılan şərait imkan vermir ki, başqa bir cür addımlar ata bilsinlər. Murad bəy, bugün Azərbaycan və Ermənistan münasibətlərindən danışırıq, amma buna biraz da qlobal aspektdən yanaşanda Amerika Birləşmiş Ştatları, Rusiya, İran kimi ölkələrin maraqları da təhlil olunmalıdır. Birləşmiş Ştatlar prezidenti Donald Trump deyir ki, onun üçün əsas odur ki, sülh olsun Azərbaycanla Ermənistan arasında, yəni ritorikada ən azından belə deyir və sülh müqaviləsinin paraflanması istiqamətində Vaşinqtonda atılan addımların davamının gəlməsi arzusundadır. Rusiya tərəfi deyir ki, biz əslində həm Azərbaycanla, həm Ermənistanla yaxşı münasibətlərə sahibik və prosesləri izləyirik. Burada biraz müəmmalı nüanslar var. İran tərəfi isə əvvəlki qədər sərt ritorikadan çıxış eləmir, amma İranın da tam mövqeyi bizim üçün aydın deyil. Çünki zaman-zaman anti-Azərbaycan mövqeyindən çıxış eləyib deyə. Regional maraqları nəzərə alsaq, qlobal müstəvidə bu yöndə aparılan addımları da, görülən işləri də diqqətə saxlasaq, bugün sülh üçün təhdid qalıbmı? Yəni bu aspektdən, Ermənistan aspektindən yox. Düşünmürəm ki, bu günləri məhz sülhün əleyhinə olan qüvvələrin potensialı var bunu həyata keçirmək və vacib faktor kimi Ağ Evdə administrasiyanın dəyişilməsidir. Bilirsiniz ki, bundan əvvəl demokratların hakimiyyətdə olarkən onların dəstəyi bir tərəfli olurdu, ədalətsiz olurdu, xüsusi olaraq Ermənistanı dəstəkləyirdilər. Uzağa niyə gedib? 2 ilin söhbətini mən sizə danışım. Brüsseldə keçmiş dövlət katibinin Ermənistanla bağlı bəyanatı var idi, demokratlar dövrü ki, biz Ermənistanı Qafqazda güclü dövlət eləməliyik. Bax, bu cür ritorikalar, bu cür siyasət əlbəttə ki, sülhün əleyhinə idi. Amma bu günləri Ağ Evdə Respublikaçıların rəhbəri Donald Trump'dır. Respublikaçıların da mövqeyi siz səsləndirdiyiniz kimi. Onlar məhz sülh istiqamətində fəaliyyət göstərirlər, regional təhlükəsizliyin təminatı və bu təkcə Cənubi Qafqaz deyil. Bu günləri Vaşinqtonda çox mühüm bir görüşlər başlayır. 5 üstəgəl 1. Bu, bizim Mərkəzi Asiya dövlətləri, bizim qardaş Türk dövlətləri ilə Amerika Birləşmiş Ştatlarının rəhbərliyinin görüşüdür. Məhz birgə strateji əməkdaşlıq. Bu 5 üstəgəl 1 əməkdaşlığa da düşünürəm ki, gələcəkdə Azərbaycan da qoşulacaq. Ona görə ki, Amerikanın ora çıxışı məhz Azərbaycan vasitəsilə olacaq, Trump yolu ilə olacaq. Bu baxımdan hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının bugünkü rəhbərliyi məhz o siz toxundunuz, istər İrandan olan o ritorikanı, istər şimaldan olan o ritorikanın qarşısını məhz öz o təpkisi ilə, gücü ilə, fəaliyyəti ilə alır.
Murad bəy, bu günlərin ən çox danışılan mövzusu Sevan gölünün Göyçə gölü adlandırılması istiqamətində Azərbaycan prezidentinin tarixə söykənərək verdiyi açıqlamada. Hətta bir sıra tarixçilər onun nüsxələrini də yayımlayıblar. Ermənistan da bunu inkar etmir. Nə Paşinyan səviyyəsində, nə biz Mirzayan səviyyəsində bunun şahidi olmuruq. Amma seçki kampaniyasının öncəsi, yəni Paşinyana qarşı bundan istifadə eləməyə başlayıblar. Deyirlər ki, Azərbaycanın ərazi iddiası var və Ermənistanın baş naziri Nikol Paşinyan isə fərqli yöndə bu prosesləri şərh eləyir. Azərbaycan prezidentinin bunu söyləməsinin səbəbi də var idi. Hətta Paşinyan özü də dedi ki, siz Dağlıq Qarabağ dırnaqarası bayraqlarını qaldırırsınızsa, münasibət də belə olacaq sizə qarşı. Yəni siz etməyin və bunun qarşılığını da almayın. Bugün Paşinyanın timsalında, Mirzayanın timsalında, eləcə də digər rəsmi şəxslər, misal üçün Ermənistanın parlamentinin vitse-spikerinin timsalında bu məsələyə münasibət bir mənalı deyil. Əslində Ermənistan hökuməti nə düşünür? Yəni real müstəvidə bu barədə nə düşünürlər? Ermənistan hökuməti özü gözəl başa düşür ki, bugünkü Ermənistan əzəli Azərbaycan qədim tarixi torpaqlarında yerləşir. Və vaxtilə məhz o adların, toponimlərin dəyişdirilməsi böyük bir siyasət idi. Azərbaycana qarşı, Türk dövlətlərinə qarşı aparılan fəaliyyət idi. Və bunu heç Ermənistanın baş naziri gizlətmir də. Hətta o öz çıxışlarının birində demişdi ki, Ermənistanla Azərbaycanın arasında olan nifağı hər zaman SSR-in Dövlət Təhlükəsizlik Komitəsi qızışdırırdı. Mən əlavə bir sübut da gətirim ona. Hamı bilir ki, Yerevanın mərkəzində böyük bir abidə var, genosidlə bağlı abidə. O abidə, əgər səhv etmirəmsə, dəqiq desədiyim, 1967-ci ildə tikilib. Və bu, yadınıza salın ki, 1967-ci Sovet hökuməti idi, internasionalizmin əsas ideologiyası olan və Mərkəzi Komitə, SSR Mərkəzi Komitənin qərarı ilə bu deməli, abidə tikilmişdi. Nə məqsəd daşıyırdı Sovet İttifaqının Komünist Partiyası bu abidəni tikməklə və iki xalqların arasında nifaq salmaqla? Bəli, ona görə ki, uzun müddət edib bunu kənardan həyata keçirdilər. Və Ermənistan rəhbərliyi də başa düşür. O ki, qaldı toponimlərlə bağlı bir daha deyim. Burada gizlin bir şey yoxdur. 200 il bundan əvvəl, 150 il bundan əvvəl Rusiya imperiyasının xəritələri var. Bunlar açıqdır, hamı görür. O adların hamısı məlumdur və doğrudan da o adlar dəyişilib və biz sadəcə olaraq tarixdən danışırıq. Əgər söhbət gedirsə Azərbaycan Ermənistana qarşı torpaq iddiası var və s. bu ilə bağlı danışıqların qarşısını alan sənəd var. Məhz Vaşinqtonda paraflanan sülh müqaviləsi. Orada bir mənalı olaraq hər iki tərəfi bir-birinə ərazi iddiası və nəinki ərazi iddiası, hətta ərazi iddiası ilə bağlı təhdidlərə qarşı əməlli başlı ciddi məhdudiyyətlər göstərilir. Ona görə bu cür söz-söhbətə müxalifət ki səsləndirir, o sadəcə olaraq siyasi məqsəd daşıyır seçki öncəsi. Murad bəy, bir xəbər var, düzdür, tamaşaçılarımız paraddan görüntülər, yürüşdən daha doğrusu görüntülər izləyirlər, amma paralel olaraq bir informasiyanı da tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm və görüntülərimiz də var. Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmir Yol Stansiyasından yola düşüb və bir daha xatırlatma etmək istəyirik ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarının Biləcəri Dəmir Yol Stansiyasına çatması ilə bağlı xəbər vermişdik. 10:04-də indi artıq məlumat yenilənib ki, yola düşüb və Yalama, Biləcəri, Hacıqabul, Böyükəsi marşrutu üzrə bu yüklər daşınır. Daha sonra Gürcüstana keçəcək. Oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək. Qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və buğda daşıyır. Murad bəy, bu xəbərlə bağlı da istəyərdim ki, fikirlərinizi öyrənək. Artıq marşrutlar da bəllidir. Azərbaycan üzərindən keçməklə Ermənistana bu buğda daşınır. Bu Ermənistana nə verəcək bəllidir. Bəs Azərbaycan bu addımı atmaqla əslində həm də nəyi nümayiş etdirməyə çalışır? Azərbaycan birinci növbədə onu demək lazımdır ki, bilirsiniz ki, kommunikasiyaların açılması ilə bağlı uzun müddət idi danışıqlar gedirdi. Müxtəlif platformalarda, 3 tərəfli platformalar, 2 tərəfli platformalar. Amma buna baxmayaraq Azərbaycan prezidenti bir lider kimi, bir sülh tərəfdarı kimi belə bir jestin eləməsi o bir daha Azərbaycan prezidentinin gücünü,
göstərir və Ermənistan üçün də bir nümunədir ki, məhz o aqressiv siyasətdən uzaqlaşmaq, o aqressiv siyasətə dəstək verən büyünləri, revanşist qüvvələrə olan bir mesajdır ki, məhz sülhün nəticəsində ilk olaraq siz səsləndirdiniz qatar hardadır? Çox güman ki, sabah büsün artıq Ermənistan ərazisində olacaq və burada vacib element nədir? Vacib element odur ki, əvvəl buğda maşınla daşınırdı Qafqaz üzrə və yaxud Qaradəniz vasitəsilə. Bu da həddindən artıq onun daşınma qiymətlərini artırırdı və onun qiymətinə Ermənistan ərazisində təsir edirdi. İndiki marşrutla gələn buğda qiymətlərin enməsinə səbəb olacaq və adi bir erməni vətəndaşı başa düşəcək ki, Azərbaycanla dostluq eləmək, Azərbaycanla sülh yaratmağı, bəli, nəticəsi nədir? Bəhrəsini görəcəklər. Murad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, dəyərli fikirlərinizi səsləndirdiyinizə görə.